Ermənistanın Azərbaycana atəşkəsi pozmaqda itham etməsi iki ölkə arasında normallaşma istiqamətində atılan addımlara xələl gətirmək məqsədi güdür. Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, sülh və quruculuq səylərinə qarşı yönələn hər hansı addımların qarşısı qətiyyətlə alınacaq. Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda isə vurğulanır ki, həyata keçirilən müşahidə, foto, video və digər materialların təhlili hadisənin Ermənistan hərbiçilərinin elə öz aralarında baş verdiyini göstərir. Ermənistan mətbuatında Azərbaycan-Ermənistan dövlət sərhədində güya Azərbaycan tərəfinin atəşkəsi pozması nəticəsində Ermənistan silahlı qüvvələrinin bir hərbi qulluqçusunun ağır yaralanması barədə məlumatlar həqiqətə uyğun deyil və reallığı əks etdirmir. Dövlət Sərhəd Xidmətinin məlumatında qeyd olunur ki, bölmələrimiz tərəfindən həyata keçirilmiş müşahidələr nəticəsində erməni əskərlərinin bir-birlərini güllələdiyi məlum olub. Bu fakt onu deməyə əsas verir ki, hər dəfə üçtərəfli görüşlərdə üzərinə öhdəlik götürən, xüsusilə sərhədlərin delimitasiya və demarkasiyası mövzusunda Azərbaycanın şərtlərini qəbul edən Ermənistan müxtəlif təxribatlar törədərək prosesi fərqli istiqamətə yönəltməyə çalışır. Görünür, onlar yenidən Azərbaycanla düşmançılıq etməyə fikrə gəlib. O mənada ki, onlarda müxalifətlə qarşı durma gedir və onlar indi özlərini deməli bir qəhrəman ölkə kimi qələmə vermək istəyirlər ki, onlar Azərbaycana uduzmayıblar. Azərbaycanla indiyənə qədər mübarizə aparırlar. Ona görə ki, regionda sülhün bərqərar olmasını, həmçinin kommunikasiyaların açılmasını istəyən Azərbaycan atəşkəsi pozmaqda maraqlı ola bilməz. İstər diasporun, istər kilsənin, istərsə də havadarlarının tapşırığı ilə sülh prosesinə mane olmaqda israrlı görünən Ermənistanın bu addımları cıvı siyasətini əks etdirir. Bütün bunlar Azərbaycanın diktə etdiyi sülh gündəliyi ilə bağlı baş verən proseslərdir. Azərbaycan sülhün yaradılmasında maraqlı olan tərəfdir. Ona görə də Ermənistanın Azərbaycanın sülhü təhdid etməsi ilə bağlı olan bəyanatı tamamilə absurddur və heç bir həqiqətə uyğun deyil. Azərbaycan sülh gündəliyinə uyğun olaraq prosesləri nizamladıqca Ermənistan məcburiyyət qarşısında sülhə məcbur olacaqdır. Görünən odur ki, Avropa İttifaqının hər iki tərəf arasında münasibətlərin qurulması istiqamətində fəal addımları, üstəlik bu fəaliyyətin məhz Azərbaycanın prinsipial mövqeyi ilə sinxron olması Ermənistanın yeni təxribatlarını zərərsizləşdirəcək. Çünki məğlub tərəfin isterikası onun tarix boyu özü barədə yaratdığı miflərdən heç nə ilə fərqlənmir. Üstəlik, Ermənistan öz müqəddəratını təyin etmə hüququndan da məhrum olub. Onun qalib Azərbaycanın qüdrəti qarşısındakı acizliyi bunu sübut edir. Sülhə mane olmaq cəhdləri Ermənistanın təcridi ilə nəticələnir. Rüstəm Mikayılzadə, Zaur Bayramov, Məmməd Vəliyev, Səbinə Bayramova, ASTV Xəbər.